Nə anam cınqırını çıxartdı, nə də mən. Ancaq daha utanmaqdan keçmişdi. Tut ağacının başında qalası deyildik ki. Anam çəkinə-çəkinə, oğlum dedi, sən göyərçinə kömək elə, mən bir təhər özüm çıxaram. Yox, oğlan qəti bildirdi, su çox dərindir, tək keçə bilməzsiniz, çalışın məndən aralanmayın, bir yerdə çıxmalıyıq. Gözümü açanda özümü qonşu oğlanın böyründə gördüm. Qorxudan ürəyim tir-tir əsirdi. Hər iki əlimlə onun qolundan bərk-bərk yapışmışdım. Anam da məndən asılmışdı. Suyun üzündə odun parçaları, karton qırıqları, qarpız, qobun qabıqları üzürdü. Qonşu oğlanın ehtiyatla tərpənməsindən hiss olunurdu ki, ayağının altı lildi, palçıqdı. O bu çamurun içində güc bəla ilə yeriyirdi. Pilləkənin ayağına çatanda bir anlıq dayanıb nəfəslərdi. Özünü tarazladı. İrəli, yoxuşa baxanda qorxudan adamın gözü qaralırdı. Fikir məni götürmüşdü. Bu pillələri necə çıxacağıq? Birdən o sürüşüb yıxılsa neyləyərik? Qonşu oğlan özünü toplayıb addımını irəli atdı. Köksümün başında dəlisov bir ümid çırpındı. Döz, göyərçin, biraz da döz. Hər əzabın sonunda bir sevinc var. Biraz da döz. Nə qalıb ki? Gözünü yumub açınca özünü pilləkənin başında görəcəksən. Ürəyimi bürüyən xoş duyğu birdən-birə dönüb buz oldu. Qonşu oğlan az qaldı ki, büdrüyüb yıxılsın. Mən qorxu içində onun qolunu bərk-bərk qucaqladım. Qonşu oğlan ayaqlarının yerini rahatlayıb, qəddini azca düzəldərək inamlı səslə, qorxmayın dedi, az qalıb, çatırıq. Qəbir evinəcən bu yaxşılığını unutmarıq, ay oğul. Anamın dil dodağı yenə alqışa büründü. Görüm həmişə uğruna yaxşılıq çıxsın, ömrün arzundan, murazından da uzun olsun. Mən də ürəyimin dərinliyində anamın istəyinə, alqışına qoşulmuşdum. Bəlkə də mən qonşu oğlana anamdan da şirin sözlər deyər, dürlü-dürlü diləklər diləyərdim. Ancaq bu sözlər yalnız və yalnız qəlbimdə qönçələyə bilər, heç vədə dilimə gəlməzdi. Başımıza damcı düşdü. Sanki göyün ətəyini kimsə vurub sıxdı. Bu damcılar bizi bəlaya salan şırrama yağışın son sızıntısı idi. Hava yavaş-yavaş açılırdı. Deyəsən gün çıxacaqdı. Elə bir şəhərin üstündə güclü tufan qanad çırpıb acığını yerə tökmüşdü. Anamın bərkdə əli heç yox idi. Anasından sonra böyük qardaşı Səlimin qəfil ölümü onun tap-tavanasını almışdı. Yazığın bir gözü güləndə, o biri gözü ağlayırdı. Yenə özündə deyildi. Af ufu ilə adamın ürəyini parçalayırdı. Qonşu oğlan qəbahət eləmiş adamlar kimi, xalacan dedi, birazca da dözün az qalıb, çıxırıq. Anam dilağız elədi. Xala sənə qurban, yaman əziyyət çəkdin. Heç bir əziyyət yoxdur. Dənizdə dalğanın ağzından o qədər adam almışam ki, bu onun yanında nədir ki? Arzum budur, ömrüm boyu heç vaxt sərt dalğa görməyəsən, müşkülə düşməyəsən. Qonşu oğlan anamın alqışına cavab vermədi. İndi ən çətin yerdə idik. Yumalanıb təzədən pilləkənin ayağına düşə bilərdik. Ancaq məsafə lap qısalmışdı. Əl uzadıb daş hasara da çata bilərdik. Deyəsən hasarın üstündəki adamların da donu küməşiyə açılmışdı. Bizə kömək eləmək üçün əl-ayağa düşmüşdülər. Çaydaq bir oğlan əlindəki ağacı irəli uzadıb Murad dedi, ağacdan tut. Murad elə bil nə irəli uzadılan ağacı görür, nə də çaydaq oğlanın səsini eşidirdi. O öz işində, öz aləmində idi. Bu da son pillə. Qonşu oğlan son pilləni çıxanda elə bil ürəyimin üstündən ağır dəyirman daşı götürdülər. Paltarım bədənimə yapışmışdı. Utandığımdan bilmirdim neyniyim. Anamla qonşu oğlan da mənim kökümdə idilər. Üçümüz də suya düşmüş cücəyə oxşuyurduq. Paltarlarımızdan çamur süzülürdü. Anamın baxışları məni qorxutdu. O elə bir dörd dövrəmizə komalaşan adamları görmürdü. Gözləri kimisə, nəyisə axtarırdı. Birdən havalı kimi vay şürən qopardı. Hanı mənim balam, hanı mənim Mansurum? Tanrı niyə qarğıdı bizə? Niyə söndü bizim ocağımız? Tüklərim biz-biz oldu. Sanki sümüklərimə süngü çəkdilər. Anamın səsi, harayı, daşı, qayanı dəridərdi. Elə bir camaatın üstünə soyuq su ələdilər. Hamı lal dinməz oldu. Mənim də gözüm qardaşımı axtarırdı. Mansur sağ böyrümüzdəki uca binanın qarşısında boy-boya verən çinarların birinin dibində uzanıb qalmışdı. O çaşqın halda ayağa qalxıb ağlaya-ağlaya irəli atıldı. Ay ana, qorxma, mən buradayam. Anam quş təki irəli uçaraq
Aylar, illər tam arzusu kimi qardaşımı bağrına basıb o üz bu üzündən öpə-öpə göz yaşı içində fəryad qoparırdı. Qurban olum sənə, oğul payım, noğul payım. Nə yaxşı ki, Tanrı səni mənə çox görmədi. Bəs niyə yazığın gəlmir anana? Niyə səsini çıxarmırsan? Mənsul kövrələrək başını anamın sinəsinə sıxdı. Mən də özümü saxlaya bilmədim. Anamın qoltuğuna qısıldım. Yuxarı eyvanda tez-tez gördüyüm qəşəng bir gəlin uşaq kimi sevinə-sevinə "Xala" dedi. "Şükür yaxşı qurtardınız. Qorxudan ürəyim düşmüşdü." "Yaxşılıq içində olasınız" deyə anam razılığını bildirdi. Həmişə uzaqdan uzağa gördüyüm, lakin yaxından tanımadığım bu qəşəng gəlinin dilində sanki bal damırdı. Qardaşımın başını sığallayaraq "Xala" dedi. "Biz sizinlə od qonşusuyuq." Sağ əlini qanad kimi yuxarı qaldırdı. "Bax, burada ikinci mərtəbədə oluruq. Gəlin bizə gedək." "Yox, yox." Sanki anamın cavabı çoxdan hazır idi. "Niyə?" Gəlin bir azca tutulan kimi oldu. "Quru paltar geyərsiniz, çay içərsiniz." "Yox, qurbanın olum, yox." Anam yenə dediyində durdu. "Axı dünyanın axırı deyil ki." Başına dönüm. "Evə getməli halımız var. Ev eşik zığa palçığa batacaq. Canınız sağ olsun, batar təmizləyərik." Anam kiridi. Gəlin isə xoş qılıqla "Xala" dedi. "Onsuz da sizdən əl çəkən deyiləm. O yanı bu yanı yoxdur. Bizə getməliyik vəssalam." "Yaxşı, a gəlin." Anamın sifəti birdən-birə ayazıdı. "Gedək deyirsən, gedək." Anam da, mən də ona qoşulduq. Gəlin qabağa düşüb qarşıdakı bloka sarı getdi. Biz də onun arxasınca ikinci mərtəbəyə qalxdıq. Otaqların səliqə-səhmanı könül oxşuyur. Şüşə kimi par-par yanan parket adamın gözünün şoxunu alırdı. İçəri girən kimi ev sahibəsi bizə səmimi qəlbdən xoş gəldin elədi və bizi növbə ilə duşun altına saldı. Yaxşıca yuyunub darandıq. O anamla mənə nazik xalat verdi. Qardaşıma köynək geyindirdi. Anam öz paltarlarımızı suya çəkib zivəyə atdı. Birazdan biz eyvanda oturub çay içə-içə qonşu oğlanın bir neçə taytuşu ilə evin alt tərəfini dövrələyərək möhkəm daş hasarı lomla necə uçurduğuna tamaşa edirdik. Onlar çox çalışıb çarpışandan sonra birtəhər suyun yolunu açdılar. Həyətdə göllənən lilli palçıqlı su şırıltı ilə uzaq-aşağı boşaldı. Anam bilmirdi ki, ev sahibəsini necə dindirib danışdırsın. Onun adı özünə, özü də adına yaraşırdı. Adama elə gəlirdi ki, Gülzar adı xoşqılıq, gülərüzlü, ürəyi gözlərindən də duru olan bu gəlin üçün yaranmışdı. Bildiyim gözəl-gözəl adları nə qədər yadıma saldımsa, ona bundan çox yaraşan başqa bir ad tapa bilmədim. Gülzar gözəgəlimli, ürəyi yatımlı gəlin idi. İçəri girəndən başımıza fırlanırdı. Bizdən aralanıb yemək hazırlamaq üçün mətbəxə keçəndə anam onun niyyətini başa düşüb, "Ay Gülzar" dedi, "gəl otur, heç nə lazım deyil. Görək hələ başımıza nə gəlir." Su ki girdi qaba, oldu içməli. Gülzar mehriban baxışlarla anamı süzdü. "Elə bilin ki, bu da sizin öz evinizdir. Ürəyiniz nə istəyir, onu da edin. Siz oturun, mən yüngülvari bir nahar hazırlayım." "Ay gün ağ olmuş" deyə anam yerində qurcalandı. "Belə vaxtda bəyəm adamın yadına yemək-içmək düşər? Havayı yeri özünə əziyyətə salma." "Heç bir əziyyəti yoxdur." Anam təkidlə, "Qurbanın olum" dedi. "Sözümü yerə salma. Bu saat mənim qəlbim qan ağlayır. Sənin üzünə baxanda adam heç olmasa biraz yüngülləşir. Gəl burada otur, yanımda." "Axı bu heç yaxşı olmadı." Gülzar məyus oldu. "Niyə yaxşı olmur?" Anam onu özünə sarı çəkdi. "Hər şey yaxşıdan da yaxşıdır. Bircə gəl otur yanımda." Gülzar anamın sözünü çevirmədi. Gəlib onun böyründəki uzun, toxunma arxalı kresloya çökdü. Gözaltı Mansura baxdım. Rəngi ruhu biraz açılmışdı. Öz-özümə fikirləşdim. Qonşu oğlan təsadüfən bu gün gəlib çıxmasaydı, görəsən halımız necə olardı? Bəlkə də elə yatdığımız yerdə boğulub ölərdik. Həyətin suyu yavaş-yavaş çəkilib gedirdi. Qonşu oğlan yenə də sudan çıxmır, ora-bura vurnuxur, tökülüb dağılan şeyləri bir yerə yığmağa çalışırdı. Yoldaşları da ona kömək eləyirdilər. Onun üst-başı zığ içində idi, ancaq vecinə də deyildi. Birdən aşağıda nəsə səs-küy qopdu. Yerimdən dik atıldım. Yoldaşları qonşu oğlanı dövrəyə almışdılar. Ürəyim həyəcanla döyündü. Görəsən nə olub? Anam da, qardaşım da, Gülzar da irəli sıçradılar. Anam cəld mənə sarı dönüb. "Göyərçin" dedi. "Tez aşağı qaç, gör nə olub." Anamın ağzından söz çıxan kimi bayıra sıçradım.
Yoldaşları qonşu oğlanı əlləri üstünə alıb pilləkənlə yuxarı qaldırırdılar. Mən adamların arasına keçib biraz da irəli getdim. Qorxudan gözüm kəlləmə çıxdı. Ay aman, sanki ürəyimi doğram-doğram etdilər. Qonşu oğlanın ayağından qan fışqırırdı. Anam da özünü yetirdi. Ay oğul deyə ucadan qışqırdı. Sənə gələn dərd mənə gələydi. Bu nə gündür görürəm. Qonşu oğlanın yoldaşlarından biri mənə sarı qandırılıb, ay qız dedi, tez ol qaç bir vedrə su gətir. Mən geri döndüm. Gülzar bacı bu dəm əlini çiynimə vurdu. Bir yerdə gedək, mən də yod götürüm. Qabaqda Gülzar bacı, arxasınca da mən bilmədik ki, pillələri necə qalxdıq. Həyəcandan az qalırdı ürəyim sinəmi dağıdıb bayıra çıxsın. Vanna otağına cumub ağ plasmas vedrəni kranın altına qoydum. Tərs kimi su azalmışdı, sısqa gəlirdi. Əlacım olsaydı, kranı vurub dağıdardım. Vanna otağının qapısı açıq idi. Dəhlizdən Gülzar bacının səsi apaydın eşidilirdi. Ünvanı bir də deyirəm. Sovet küçəsi 5-ci dalan. Ev nömrə qulağımı şəklədim. Hələ indiyəcən yaşadığımız bu yerin ünvanını bilmirdim. Bir də hardan biləydim ki, indiyəcən nə bir kimsəyə məktub yazmışdım, nə də bir kimsədən məktub almışdım. Vedrə dolana qədər gözümün kökü saraldı. Mən dəhlizə çıxanda Gülzar bacı ilə üzbəsurət gəldik. Onun əlində bir çəngə pambıq, qaraya çalan dərman şüşəsi vardı. Yaxşı ki, təcili yardıma zəng elədim dedi. Xəstəxanaya getməsə xatası çıxar. Yara dərindir. Gərək tezliklə iynə vurub blokad eləsinlər, yoxsa simləyə bilər. Ürəyimdə Gülzar bacıya alqış eləyir, ona 1000 kərə, milyon kərə sağ ol deyirdim. Ancaq bu simləmə əhvalatı məni yaman qorxutmuşdu. Durduğun yerdə işə düş buna deyərlər. Ata-anası eşitsə neyləyəcək? Qonşu oğlanı divarın üstündə oturtmuşdular. Yoldaşlarından ikisi onun qoluna girmişdi. Anam xalatının qolunu çırmayıb, qonşu oğlanın ayağını əlləri arasına aldı. O ağrıdan dişlərini bir-birinə sıxıb, gözləri yumulu halda. Ay ana! Deyə qışqırdı. Döz, ay bala, döz, anam inildədi. Qonşu oğlanın rəngi avazımışdı. Qalın kipriklərlə kölgələnmiş gözlərinin altında, çənəsində, təzəcə ülgüz dəymiş bığ yerində sübh şehi kimi tər muncuqlanmışdı. Anam yuduqca yaranın ağzı daha da açılır, qan bir ucdan şırnaqlanırdı. Qonşu oğlan başına yığışan adamlardan utanaraq gözlərini yummuşdu. Bir də ki, axı qan itirmişdi. Gülzar bacı pambığa yod töküb ehmalca yaranın üstünə bastı. Qonşu oğlanın qışqırığı ərşə çıxdı. Öldüm, ay ana, öldüm. Düşmənin ölsün ay bala. Anam oğlanın əlini əlinə aldı. Az sonra təcili yardım maşınının siqnalı eşidildi. Hamı səs gələn tərəfə boylandı. Adamlar sağa, sola çəkilib maşına yol verdilər. Ahıl bir qadınla əli sumkalı, gözəl göyçək bir qız düşüb qonşu oğlana sarı gəldi. Ahıl qadın çömbələrək onun yaralı ayağını ehmalca tərpədib, diqqətlə baxa-baxa soruşdu. Yaranı təmizmi yumusunuz? Hə, tərtəmiz, deyə anam cavab verdi. Ahıl qadın dedi. Onda iynəmizi vuraq, qonağımızı götürüb gedək. Hara? Anam təəccübünü boğa bilmədi. Hara olacaq? Xəstəxanaya. Ahıl qadının dodaqlarında arxayın, xeyirxah bir təbəssüm gəzdi. Anam daha heç nə soruşmadı. Qonşu oğlan tibb bacısının əlindəki iynəni görəndə üz-gözünü qırışdırdı. Ahıl qadın qayğıkeşliklə, qorxma oğlum dedi, ağrıtmayacaq. Oğlanın dodağı qaçdı. Qorxmağına qorxmuram. Tibb bacısı iynəni vurandan sonra ahıl qadın üzünü anama tutub, sizdən xəstəxanaya kim gedəcək deyə soruşdu. Anam çaşbaş qaldı. Bilmədi nə cavab versin. Caydaq oğlan tez onun köməyinə gəldi. Biz gedəcəyik, deyə yanındakı tösmərək oğlana işarə elədi. Tösmərək oğlan da, hə, biz gedəcəyik, deyə yoldaşının dediyini təsdiq elədi. Onda vaxt itirməyək. Ağıl qadın göstəriş verdi. Tez olun, xəstəni mindirin maşına. Çox qan itirib, tələsmək gərəkdir. Dostları bir göz qırpımında qonşu oğlanı maşına mindirib yerini rahatladılar. Nə gizlədim, canım onun yanında qalmışdı. Maşın tərpəndə anam başını maşının pəncərəsindən içəri uzadıb, uğurun xeyir olsun ay oğul dedi. Şəfaət tapıb tezliklə qaydasan. Qonşu oğlan da anamın alqışını cavabsız qoymadı. Çox sağ olun xala, çox sağ olun. Qonşu oğlan qaçaraq bir baxışla mənimlə də xudafizləşdi. Elə bil ürəyimdə xəfif sübh mehi əsdi. Hisslərim, duyğularım titrədi. Kaş ona heç nə olmayaydı. Sağalıb tez qayıdaydı.
İndi yazığı gözləyirlər. Bu dəhşətli xəbəri onun ata-anasına kim deyəcək? Qonşu oğlan gedəndən sonra Gülzar bacı nə qədər elədisə, anam yuxarı qalxmadı. Bu mənim də ürəyimdən oldu. Gülzar bacı nə qədər istiqanlı, mehriban qadın olsa da, bərk sıxılırdıq. Arada 2-3 saat keçəndən sonra qonşu oğlanın dostları qayıdıb gəldilər. Onu Semaşka xəstəxanasına qoymuşdular. Bizi arxayın elədilər ki, qorxulu bir şey yoxdur. Uzağı bir həftəyə 10 günə tamam sağalıb ayağa duracaq. Bu xəbər məni çox sevindirdi. Ürəyimdə öz-özümə dedim, Allah ağzınızdan eşitsin, tək ki siz deyən olsun. Dostları anamın xahişi ilə qonşu oğlanın ünvanını bir kağız parçasına yazıb bizə verdilər. Bəs indi evlərinə necə xəbər çatdırar, deyə çaydağ oğlan soruşdu. Anam çiyinlərini çəkdi. Bağlarının yerini bilmirsiniz? Tösmərək oğlan dodaqaltı soruşdu. Yox, bilmirik. Anam fikirli-fikirli cavab verdi. Bu yaxınlarda qonşu olmuşuq. Caydağ oğlan at dodağını dişlərinin arasına alıb xeyli sükutdan sonra, bəs onda neyniyək dedi. Bağlarının yerini bilsəydi, nə vardı ki? Tösmərək oğlan gözücü saatına baxdı. Qaranlıq düşənə kimi gedib xəbər verərdik. Bəlkə bağdan gələnləri oldu. Caydağ oğlan ümidlə anamın üzünə baxdı. İnanmıram. Anam başını buladı. İnanmıram ki, bu tezliklə gələn ola. Hər halda biz bu yaxındakı evlərdən də soruşarıq, deyə Caydağ oğlan bizdən aralandı. Tösmərək oğlan da onun dalınca getdi. Sanki bircə anın içində anamın başı üstündə qara bulut keçdi. Qəflətən halı dəyişdi. O əllərini qoynuna alıb yetim uşaq kimi gözünü evimizdən çəkmirdi. Həyət zığ palçıq içində idi. Getdikcə qaş qaralır, şəhər üstünə qəmli qüssəli bir axşam enirdi. Mansur balkondan yazıq-yazıq bizə baxırdı. Mən şəhərə köçdüyümüz ilk günü xatırlayaraq bərk kövrəlmişdim. Utanmasaydım, ağlayıb ürəyimi boşaldardım. İndi yuxarı balkonlardan bizə nə qədər göz baxırdı. Bu harda qaldı, gəlib çıxmır, deyə anam atamın qarasınca deyindi. Sözümə baxmadı, gətirib bizi tökdü yad qapısına. Axırı da belə oldu. Qoy gəlib indi bu günümüzə yaxşı-yaxşı tamaşa eləsin. Axı Ayana, atam neynəsin? Mən anamı sakitləşdirmək istədim. Atam hardan biləydi ki, biz belə tufana düşəcəyik, fəlakətə düçar olacağıq. Atan neynəsin? Anam daha da odlandı. Heç nə. Ya oturaydı evində, bizi salmayaydı çöllərə, ya da şəhərə köçmək istəyirdi. Əvvəlcə bir ev eşik düzəldəydi, sonra gəlib bizi köçürəydi. İndi mən neyniyim? Başıma haranın daşını töküm? Ana, qurban olum, biraz yavaş, deyə mən ona yalvarmağa başladım. Qonşular eşidir, bizə o qədər göz qoyan var ki, neyniyim abala? Özümdə sözümdə deyiləm. Başımdan tüstü qalxır. Bilmirəm axırımız necə olacaq. Birdən o yuxudan ayılmış kimi. Göyərçin dedi. Sənin yadında deyil mən düyünçəni hara qoymuşam. Hansı düyünçəni Ayana? Neçə düyünçəmiz var? Boyun boğazımda, barmaqlarımda olan üzük sırğanı deyirəm. Mən yadıma salmağa çalışdım. Ancaq elə bir yaddaşımda olanları lövhədəki yazı kimi silmişdilər. Ha fikirləşdim, yaddaşım köməyimə gəlmədi. Birdən itib eləsə dəli olaram göyərçin. Anamın gözləri iriləndi. Qaşlı üzüklə sırğa rəhmətli anamdan yadigardı. Ona görə qıyıb taxmıram. Üfrə-üfrə ovucumun içində saxlayıram. Qorxma Ayana, halal şey itməz. Gözümlə görməyincə inana bilmərəm. İstəyirsən gedək axtaraq. Bəs bu cığa necə girək? Ətəyimi yığıb gedərəm. Ayağına şüşə zad batar. Heç nə olmaz. Ay qızım, ilan vuran alan çatıdan qorxar. Anamın fikri harası uçdu. Yağışdan çıxıb yağmura düşərik. Gözləyək, qoy atan gəlsin. Elə bu zaman uca boylu, yar yaraşıqlı, cavan bir kişi bizə yanaşdı. Mən Gülzarın yoldaşıyam dedi. Zəhmət çəkin bizə qalxın, Gülzar gözləyir. Anamın qəmli baxışlarının dumanı ayazıdı. Niyə sizə əziyyət verək? Əziyyət niyə olur? Dünyanın qutaracağı deyil ki. Onsuz da bayaq Gülzar bacını yormuşuq. Gülzar bacı belə şeydən yorulan deyil. Həmişə iqbalı yeyin olsun. Anamın sifəti işıqlandı. Yaxşılıq itən deyil, qardaş. Gülzar bacı bu müsibətli günümüzdə elə bir loğman kimi yaramızı sarıdı. Gülzar bacı kimi onun yoldaşı da nə qədər dil tökdüsə də anamı yola gətirə bilmədi. Anam iki ayağını bir başmağa cütləyib, yox dedi. Vəssalam. Yazıq kişi kör peşman qayıdıb getdi. Evlərin, küçələrin işığı bir-birinə qarışdı. Atam gəlmədi. Biz isə gözləyə-gözləyə qalmışdıq. 1 saat ötdü, 2 saat ötdü, yenə gəlmədi. Anam bir yerdə qərar tuta bilmirdi.
Dilim ağzım qurusun. Bu kişinin başına nə iş gəldi? Deyə çevrilib qorxu içində yola baxdı. Ev eşik cəhənnəmə. Təki salamatlığı olsun. Axı ay göyərçin, qağam bu vaxtacan çöldə bayırda qalan deyil. Ona ürək dirək verdim. Heç nə olmaz ay ana, harda olsa indi gələr. Vallahi ağlım bu işdən bir şey kəsmir. Mən onu cinləndirdim. Ağıl neynəsin? Ağlın baltası yox, kərkəsi yox. Anam üstümə bozardı. Sənin də kefin gəlib deyəsən. Vaxt tapdın anamla zarafat eləməyə. Gördüm ki, nə desəm anamın acığına gedəcək. Ona görə də susmağı üstün tutdum. Anam isə həyətə sığışmırdı. Onun bu halı bərk qorxuzurdu məni. Bu dərdə anam necə dözüb tablayacaq? Uzaq-uzaq olsun, başına hava gəlməsə yaxşıdır. Canımı qara qorxu almışdı. O evə biz necə baş salacağıq? Bu gecəni necə keçirəcəyik? Bu fəlakət kənddə başımıza gəlsəydi nə vardı? Hara əl uzatsan simsardı, qohum əqrabaydı. Kimin qapısını döysən, xoş gəlmisən, içəri buyur deyəcək. Bilsə ki, nəyin çatmır, nəyə ehtiyacın var, müzaqiyə etməyəcək. Bəs burada bizim kimimiz var? Kimdir bizi tanıyan? Olsa 5-6 adam. Deyək ki, qonşu oğlan, Gülzar bacı, onun əri. Sonra kim qaldı? Daha heç kim. Onların üzünü bugün görüb, bugün kəlmə kəsmişik. Seldən sonra yığışıb komalaşan adamların hamısı çəkilib getmişdi. İndi bizim durduğumuz hündür evin həyətində təkəmseyrək adam gözə dəyirdi. Onlar da bürküdən qaçaq düşüb həyətdə gəzişir, söhbət eləyirdilər. Fikirləşirdim. Nə xoşbəxt adamlardı. Gəzib yorulandan sonra dağılışacaqlar. Hərə gedəcək öz evinə, açmağa televizoru, süfrəsində sərin yemişi, qarpızı, mir meyvəsi, daha nə lazımdı adama? Heç nə. Anamın səbri tamam tükənmişdi. O ağlağan uşağa bənzəyirdi. Dindirəndə göz yaşı tökür, Tanrını, bəndəni bir-birinə qatırdı. İçimi yeyə-yeyə qalmışdım. Atam harda qaldı belə? Bu qədər gecikməkmi olar? O həmişə 9-a qalmış evə qayıdardı. İndi isə 11-ə işləyirdi. Tək-tük hallarda onun bu vəhədə qayıtdığı olurdu. Özümü nə qədər sakitləşdirməyə çalışsam da, ürəyimdə min bir fikir dolanırdı. Bəlkə nəsə vacib bir iş çıxıb ortaya. Bəlkə aeroporta qonaq qarşılamağa gedib. Nə çox Fərəməz əminin qonaq qarası. Biri gedir, biri gəlir. Axı belə vaxtlarda atam evə xəbər eləyər ki, gec gələsiyəm. Yox, bu qonaq qara əhvalatı deyil. Bəs nədir? Hər nədirsə, tək axırı salamatlıq olsun. Anam sanki ürəyimdən nə keçirdisə, hamısını oxuyurdu. O əllərini dizinə çırpdı. Deyəsən it qurdu ağzına keçmiş ay bala. Adamın dönərgəsi birdən dönür. Bir yandan ev eşiyi verə, bir yandan da atanın gəlib çıxmamağı. Neyniyək? Dərdimizi kimə deyək? Heç bilmirdim anamın suallarına nə cavab verim. Onu hansı ümidverici sözlərlə ovundurub sakitləşdirim. Allahı, tanrısı yoxdur atanın. Anam əynindəki nazik güllü çit xalatın döşünü əsəbi halda elə çəkdi ki, yuxarı düymələrdən ikisi ayağımızın altına düşdü. Qoy bircə salamat gəlib çıxsın. Yuxu yaman girləmişdi uşağı, deyə Gülzar bacı ayağında yüngül çəkələk asta yerişlə bizə yaxınlaşdı. Balkonda yatızdırdım. Onun yanında sizə də yer açmışam. Nə qədər ac-susuz qalmaq olar? Gəlin ağzınıza bir tikə çörək alın. Elə bil anamın dərdi təzələndi. Yaraları qövr elədi. Ay Gülzar bacı dedi. Belə gündə sumu keçər adamın boğazından. Çimirmə edər adamın gözü. Səndən də, ərindən də göydən yerə qədər razıyıq. Tanrı sizi təki ürəyi nurlu adamları heç vaxt qonşuluqdan əskik etməsin. Yaxşılığa anılsın adınız həmişə. Anamın səsi sozaldı. Güya dərdimiz, qəmimiz az idi. Biri də yandan çıxdı. Nə olub axı? Gülzar bacının rəngi qaçdı. Nə olacaq? Anam köksünü ötürdü. Ev eşik belə, bu yandan da kişi gəlib çıxmayıb. Belə gec gələn deyildi. Dilim ağzım qurusun, başında bir xəta olmasa yaxşıdır. Gülzar bacı anamı elektrik işığının altında biraz da kənara çəkərək harda olsa gəlib çıxacaq dedi. Gecikmək bütün kişilərin adətidir. Neyniyəsən, sümüklərinə işləyib. Sən elə bilirsən bizim kişi gecikmir. Vaxt olur ki, heç gecəni də gəlmir evə. Soruşanda da deyir ki, filan dostumun bağındaydım. Yatmışdım emalatxanada. Neyniyim, telefon yoxdur ki, zəng eləyim. Anam onun dediklərini ürəyində dağ eləyirmiş kimi bir anlıq fikrə gedərək, yox dedi, mən imanımı yandıra bilmərəm. Bizim kişidən elə iş çıxmaz. Neçə illərdir bir yastığa baş qoyuruq.
Yadıma gəlmir. Bəlkə cavanlıqda olub. Elə bil söz ağzını yandırdı. Tezcə sözünü dəyişdi. Yox, əstəğfurullah, cavanlığında da olmayıb. Gülzar bacı zarafata saldı. Bəs onda bu yazıq kişini səhərdən bəri uzun qulağa niyə tərs mindirirsən? Anam and içib aman elədi. Mindirmirəm, vallah mindirmirəm. Təki bircə sağ-salamat evinə gəlib çıxsın. Gülzar bacı çılpaq qolunun üstünə qonmuş ağcaqanadı şappıltı ilə vuraraq darıxma dedi. Gələr, indi gələr. Atam sanki böyrümüzdəki evin baş tərəfində, küncdə gizlənib bizi dinşəyirmiş kimi birdən yanımızda peyda oldu. Ana, bu da atam. Mən fərəhimi boğa bilmədim. Uca səslə qışqırdım. Anamın əli üzündə qaldı. Bayaqdan pərgara dönmüşdü. İndi isə elə bir dilini bağlamışdılar. Nə bir söz soruşa bilir, nə də kəlmə kəsib danışırdı. Atamın kefi deyəsən alabuludda idi. Nə baş-başa vermisiniz dedi. Yoxsa yenə mənim qeybətimi eləyirsiniz? Hardaydın? Anamın dodaqları əsdi. Atam hiss elədi ki, bu xına o xınadan deyil. Tufan qopa bilər. Günahkarcasına Tərəməzin qonaqları vardı dedi. Bağda süfrə açmışdı. Ha elədim, buraxmadı. Gülzar bacı gördü ki, hər iki tərəfin əsəbləri gərginləşib, bir ayağını qaçaraq qoyaraq, çox ləngiməyin dedi, gözləyirik. Hər ikisi onun sözünü qulaq ardına vurdu. Atamın rəngi birdən-birə bozardı. Bir məni başa sal görüm nə olub? Dünya uçub altında adam qalıb, dünya uçmuyub, evimiz uçub. Anam hönkürdü. Ay evi yıxılmış, evimiz uçub. Get tamaşa elə. Sonra anam göz yaşı içində bütün əhvalatı təfsilatı ilə danışdı. Atam dinməz söyləməz anamın dediklərinə qulaq asaraq, axırda yanıqlı bir səslə kök sötürüb, yaman yerdə axşamladıq. Kənddən çıxıb burada ev almaq istədik. Gətirmədi. O elə vəziyyətdə idi ki, çırtma vursan qanı sıçrayardı. Biz üçümüz, anam, mən, bir də Mansur Gülzar bacıgilin balkonunda yatdıq. Yatmaq nədir? Əslində səhəri diri gözünü açdıq. Anamla mən çimir də eləmədik. Mansur da səhərəcən qızdırma içində sayıqladı. Atam isə hər şeyi öz gözü ilə görüb, dərdin ağırlığını ürəyinə salandan sonra daş divarın üstündə oturaraq səhərəcən siqareti bir-birinin oduna caladı. O qaranlıqda çox şey yaxşı görməmişdi. Səhər baxanda dəhşətə gəldi. Ay Gülsüm, bu evdən daha ev olmaz dedi. Ömrünü bağışlayıb sizə. Gərək başımıza çarə qılaq. Bəlkə bizi köçürəsən, anam kök sötürdü. Hara? Atamın baxışları bir nöqtədə donub qaldı. Hara olacaq? Kəndə, öz evimizə. Öz evimizə? Atam ucadan dedi. Əlbəttə ki, öz evimizə. Bəs bizə nə deyərlər? Kim? El-oba, camaat. Kimin nə dərdinə qalıb? Yox elə deyil Gülsüm. Atamın gözlərinin ətrafı qırışlandı. Atalar məsəli var. Deyir eşeğə minmək bir ayıb, düşmək 2 ayıb. Bununla nə demək istəyirsən? Onu demək istəyirəm ki, bu baş tutan sövda deyil. Niyə? Anam da səsini qaldırdı. Niyəsi çoxdur Gülsüm, özün yaxşı bilirsən. Yox, bilmirəm. Onda vaxt gələr bilərsən. Ay Məcid, sən atanın yoru mənimlə qarğa dili danışma. Qarğa dili danışmıram. Atam siqaret yandırıb 1-2 qulla balandan sonra kəndə qayıtsaq, bəzi sarsaq adamlar şəbədə qoşar, dedi. Sevinər, toy bayram eləyər. Qadam ürəklərinə qoy eləsinlər. Anam əllərini əsəbi halda bir-birinə vurdu. İt ürər, karvan keçər. Yel qayadan nə aparar? Məmməd Sadıq kişinin qızı, deyə atam cod barmaqlarını bərk-bərk bir-birinə sıxdı. Qulağını yaxşı-yaxşı aç, eşit. Yarpızlı bulaqda, Ciyilli dərədə, Ərdağda, Orta talada kəndi qaldı uzaqlarda. Elə bir sözlər atamın dodaqlarında don vurmuş çiçək kimi sozalıb söndü. Ya qismət, sağlıq olsun, bir də güzarımız nə vaxt düşəcək o ellərə. Anam onsuz da dolub doluxsunmuşdu. Bir himəbənd idi ki, özünü göz yaşında boğsun. Bağrının başı sökülə-sökülə, ay Məcid dedi, sən istəklilərinin canı, yarama həsrət közü basıb, ürəyimi dağlama. Onsuz da dərdim, qubarım çoxdur, qoy sakitcə ölüm. Aradan bir gün ötdü. Anamla mən islah paltarı, yorğan döşəyi günə verir, qab-qacağı yuyub təmizləyirdik. Gün ortadan acca keçəndə orta boylu, qarayanız, ağırğaz bir kişi xəbər ətərsiz, salam-kəlamsız həyətə girdi. Onun gözü orada buradaydı. Sağa baxdı, sola baxdı. Hərəkətindən heç nə hasil edə bilmədik. Şübhəyə düşdük. Bu kim ola? Niyə dinib danışmır?
Yoxsa lalkardır, bəlkə özünü bicliyə vurur, ola bilsin oğrudur. Elə vaxta gəlib ki, evdə başı papaqlı olmasın. Cavabsız suallar beynimi deşirdi. Gözaltı anama sarı boylandım. Deyəsən o da mənim günümdə idi. Qorxudan sarısını udmuşdu. Atam evdə olsaydı nə vardı ki? Ancaq kişi də ayaq üstə quruyub qalmışdı. Yazıq görkəmi vardı. Ürəyim deyirdi: "Yox, o oğruya, xatalı adama oxşamır." O tut ağacının yanına çatanda, "Abacı, bu ev-eşik niyə bu günə qalıb?" deyə soruşdu. Anam onun sualına cavab vermək əvəzinə xəbər aldı. "A qardaş, soruşmaq ayıb olmasın, siz kimsiniz?" Kişi könülsüz halda dedi: "Mən bu evin, həyətin sahibiyəm." Anam duruxdu. Sonra uzun bir baxışla ev sahibini süzdü. O özlüyündə kişinin yalan danışıb danışmadığını aydınlaşdırmaq istəyirdi. Gör yöndəmi, belə canı yananlıqla həyəcan keçirməsi və mülayim sifəti anamın bütün şübhələrini dağıtdı. Onu inandırdı ki, yox, bu kişi yalan danışan adama oxşamır. "A qızım, qaç içəridən oturacaq gətir" deyə anam əl-ayağa düşdü. "Lazım deyil, çox sağ olun." O tut ağacına söykənərək, "Oturmağa halım yoxdur. Mənə uşaqdan bir xəbər deyin. 2 gündür arvad uşaq, hamımız o dünyalıq olmuşuq. Xəstəxanaya apardılar." Anam baxışlarını yerə dikib asta səslə dedi: "Nə olmuşdu belə? Boğulurdu?" "Yox." "Bəs onda niyə apardılar?" Bu divarı deşəndə anam başı ilə həyətin alt yanını göstərdi. Ayağına şüşə kəsmişdi. Yarası ağır idi. Ağır deyəndəki anam dilini sürüdü. Hansı xəstəxanadadır? Semaşkada. Görəsən halı necədir? Gərək ki, yaxşı olsun. Xörək bişirib elə birazdan yanına getmək istəyirik. Qonşu oğlanın atası palatanın nömrəsini alıb bir uşağa dəyim deyərək quş kimi qapıdan çıxdı. Mən, "Ana, gərək biz oğlana dünən yemək aparaydıq" dedi. O fikrimə şərik çıxdı. Əlbəttə, yaxşı olardı. Ancaq dünən adımız da yadımızdan çıxmışdı. Bizdən inciyə də bilərlər. Əlimizdən nə gəlir? Deyə bilmərəm ki, inciməyin. İncisələr haqlarıdır. Anamın gözləri yol çəkdi. Ancaq inanmıram. Kişi görüb götürmüş adam oxşuyur. Anamın qonşu oğlanın atası barədə dediyi sözlər ürəyimdə xoş bir duyğuya döndü. Ev sahibi gün əylənə yaxın qayıdıb gəldi. Onun qoltuğunda içi dolu bir kağız torba vardı. Deyəsən bazarlıq eləmişdi. O kağız torbanı ehtiyatla tut ağacının dibindəki stolun üstünə qoydu. Əlinin dalı ilə həsir şlyapasını gözünün üstündən geri itələdi. "Abacı, bəlkə sərin suyunuz oldu?" dedi. "Niyə yoxdur, var." Anam çiyini üstdən, "Qaç əmiyə su gətir" dedi. Mənim evə girməyimlə qayıtmağım bir oldu. Qonşu oğlanın atası stəkanı başına çəkib, "Əcəb sərindir" dedi. "Qızım, ürəyim yanır, birini də gətir." Soyuducunun at gözündəki balonun dibində qalmış suyu stəkana boşaldıb tez geri qayıtdım. Qonşu oğlanın atası ikinci stəkanı da son qətrəsinəcən içib əlini ağzına çəkdi. Anam nigarançılıqla soruşdu: "Uşağı görə bildinmi ay qardaş?" "Gördüm." Qonşu oğlanın atası başını tərpətdi. "Halı necədir?" "Yaxşıdır." "Olsun, olsun." Anamın sifəti işığa büründü. "Yarası çox incitmir ki?" tələsik soruşdu. "Yaranın işi peşəsi incitməkdir." Qonşu oğlanın atası xəfifcə gülümsədi. "Yoxsa ona yara deməzlər ki?" "Orası düzdür. Ancaq incitmək də var, incitmək də." Anamın səsi dəyişdi. "Havalar da ki belə keçir. Sağ-salamat adam dözə bilmir bu cəhənnəm atəşinə. O ki xəstə ola." "Cavan oğlandır, dözməyinə dözər, ancaq..." Qonşu oğlanın atası alnını ovuşdurdu. "Bizim Murad yemək-içmək sarıdan biraz dəymə düşərdi" dedi. Sonra bayaq qoltuğunda gətirdiyi kağız torbaya işarə elədi. "Toyuq almışam, biraz da mermeyvə. Sənə zəhmət, mənə xəcalət. İstəyirəm toyuğu kartofla qızardasan, üstünə də balaca pomidor vurasan. Mən də qaçım bir-iki şüşə badamlı alım. Vaxt da azdır. 5-dən 7-yəcən buraxırlar." Qolundakı şüşəsi yeyilib getmiş saata baxa-baxa ayağa qalxdı. "Qorxuram çatmayam. Burdan gedəndən oğlan dilinə heç nə vurmayın. Xəstəninki də ki yaxşı yeməkdir." Qonşu oğlanın atası küçəyə sarı üz qoydu. Anam isə mətbəxə qaçdı. Bacardığımdan, gücüm çatandan mən də ona kömək etmək istəyirdim. Anam toyuğu qızardanacan mən də göy-göyərti arıtladım. Qonşu oğlanın atası qayıdanda hər şey hazır. Səliqə səhmanda görüb çox sevindi. "Bacı sən də, qızım sən də çox sağ olun" deyə razılıq elədi. "Bağışlayın, bu günün istisində əziyyətə saldım sizi." "Heç bir əziyyəti yoxdur.
Anam toyuğu, göyərtini, ayrıca bükdüyü selofan büküllərini kağız torbaya qoyaraq Murad balanın, anam ilk dəfə idi ki, qonşu oğlanın adını dilinə gətirirdi. Halal xoşu olsun, qoy yeyib cana gəlsin. Allah ona can sağlığı versin. Bizi diri gözlü ölümün əlindən aldı. Murad olmasaydı, mən də batıb getmişdim, uşaqlarım da. Bacı, nəsə bir yaxşılığınız o sanatdan keçib deyə qonşu oğlanın atası kağız torbanı götürdü. Bu bəladan yaxşı qurtarmısınız. Murad da ucundan qulağından biraz danışdı. O tərpənmək istəyəndə anam çəkinə-çəkinə, qardaş dedi, bəlkə biz də səninlə gedək. Muradın yerini yurdunu öyrənək. Düşəndə ayın oyun aparaq. Bu qədər yolu hər gün gəlib getmək sizin üçün çətin olar. Olsa da, olmasa da gəlib getməliyəm. Qonşu oğlanın atası fikrində nəsə dolandırıb, sabah arvad uşağı gətirəcəm dedi. Həm gəlib ev eşiyin ağzını burnunu düzəltsinlər, həm də uşağa baş çəksinlər. Hamınız arvad dəstəsi bir yerdə gedər. Necə məsləhətdir elə də olsun. Qonşu oğlanın atası xudafizləşərək yeyin addımlarla bir göz qırpımında görünməz oldu. Mən də xəyallə ona qoşuldum. Tanımadığım, görmədiyim küçələrdən keçərək gəlib xəstəxanaya çatdım. Yamyaşıl bağın içində ucalan yaraşıqlı binaya iki göz istəyirdi tamaşa eləsin. Həyətdə qotaz-qotaz fəvvarələr bəs-bəsə düşüb oxuyur, ətrafa sərinlik yayırdılar. Həyətdə gülgülü, bülbül bülbülü çağırırdı. Dayanıb bu gözəl mənzərəyə doyunca tamaşa eləmək istəyirdim. Şəhərə köçəndən bəri heç vaxt bu qədər gül çiçək görməmişdim. Dağlarımızın löyün-löyün çiçəklərinə, güllərinə gözüm, könlüm tamarzı qalmışdı. İndi bu bağ-bağçanı gözlərimlə içmək istəyirdim. Fikrim, xəyalım isə oğlanın yanında idi. Getdikcə həyəcanım artırdı. Görəsən məni görəndə neyniyəcək? Sevinəcək, yoxsa heç eyninə qalmayacaq? Bəlkə də yaxşı düşməz gözünə görünməyim. Axı biz bir-birimizi heç tanımırıq da. O heç mənim adımı da bilmir. Mən özüm də onun adını başqasından eşitmişəm. Niyə sən belə uşaq kimi fikirləşirsən, göyərçin? Axı o səni, ananı, qardaşını xilas edib, ayağını da sizin yolunuzda bada verib. Dayanma, get, göyərçin, get. Murad səni gözləyir, tələs. Sən gərək dünən gedəydin. O bütün günü səni gözlədi. Sən isə onun gözünü yolda qoydun. Heç olmasa indi gecikmə. Səni görəndə bütün ağrıları yadından çıxacaq. Quşa dönəcək. Xəstəxanada adamlar arı kimi qaynaşır. Əllərində gülçiçək dəstələri, dolu-dolu kağız torba, bağlama, zəmbil olan 2-1, 3-1 adamlar qaça-qaça yuxarı qalxırlar. Bu mənzərələri kinoda çox görmüşdüm. İndi isə yaxından seyr edir, bu şirinli acılı görüşlərlə nəfəs alırdım. Qəlbim isə qarşıdakı görüşün pərvazında idi. Çiynimə mehriban bir əl qondu. Dönüb baxdım. Qonşu oğlanın atası idi. O həlim səslə, qızım dedi, gecdi, gedək, sonra bizi buraxmazlar. Qayda qanun çox bərkdir. Qorxuram özümüzü çatdırmasaq, Murad ac qalar. Sonradakı həm sizin, həm mənim zəhmətim havaya gedər, heç olar. Dinməzcə onun arxasınca getdim. Dümağ şəlalə kimi axıb gələn pillələri qalxıb, 3-cü mərtəbədə bir anlıq nəfəs dərdi. Qonşu oğlanın atası açıq qapıdan geniş dəhlizə keçib, Murad bu mərtəbədə yatır dedi. 310-cu palata. Sonra nə fikirləşdi, nə fikirləşmədi, kağız torbanı mənə uzatdı. Al sən apar, mən də bir siqaret tüstülədib gəlirəm. Özümü itirən kimi oldum. Bu qonşu oğlanın atasının gözündən qaçmadı. O doğma bir təbəssümlə, tərpən, burada utanmalı nə var dedi. Dəhlizi axıracan get. Muradın palatası ordinator otağına bitişikdi. Tərəddüd və həyəcan içində kağız torbanı alıb gözümü palataların nömrəsindən çəkməyərək kövrək, səksəkəli addımlarla dəhlizin Murad yatan səmtinə üz tutdum. Ürəyim getmək istəyirdi, ancaq ayağım getmirdi. Odla su arasında qalmışdım. Özümü danlamaqdan başqa əlimdən nə gəlirdi? Bitib tükənməyən cavabsız suallar zəncir kimi boğazıma dolanır, nəfəsimi təngidirdi. Gərək gəlməyəydim. Bəlkə də Murad buna pis baxacaq. Pis məna verəcək, deyəcək ki, nə yelbeyin qızdır. Hələ atam, bilsə dünyanı dağıdacaq. Bəlkə necə gəlmişəmsə, eləcə də yolu əlimə alıb qayıdım. Nə Murad görsün məni, nə də bunu kimsə söz eləyib yeri düşəndə başıma qalxsın. Bəs oğlanın atası? Sonra onun gözünə necə görünəcəm? Axı biz qapı bir qonşuyuq. Bağdan köçüb gələndən sonra hər gün üz-üzə gələcəyik.
Yox, daha qayıtmaqdan keçib. Geriyə yol yoxdur göyərçin. İrəli, yalnız irəli getməlisən. Ürəkli ol. Bəlkə də bu gəlişinlə sən Murada dünyaları bağışlayacaqsan. Deyilənə görə xəstənin yanına onun zəhləsi gedən adam da, lap elə düşməni də gəlsə sevinir. Könlü xoş olur. Burada nə var ki? Qoy mənim gəlişimdə belə bir gəliş olsun. Murad yatan palatanın qabağına çatanda dayandım. Elə bil çətin yoxuş qalxmışdım. Nəfəsim təngiyirdi. Dinşədim. İçəridən asta danışıq səsi gəlirdi. Ürəyim şiddətlə çırpınırdı. İçəri gedim, getməyim. Qəlbimdə bir dalğa o birini əvəz eləyirdi. İçəri girməyəcəkdinsə, onda bu qədər yolu niyə gəldin? Yox, utanmaqdan daha keçmişdi. Geri necə qayıda bilərdim? Muradın yeyib içməyi məndə idi. Qapını yavaşca taqqıldatdım. Gəl, gəl. İçəridən cingiltili kişi səsi eşidildi. Qeyri-ixtiyari əlim də qapının dəstəyinə uzandı. Ürəyimin döyüntüsü 1-ə 5 artdı. Sanki gicgahlarıma qor basmışdılar. Qapını aralayıb çəkinə-çəkinə irəli adladım. Palatada 4 çarpayı var idi. İkisi boş idi. Pəncərənin qarşısında cavan bir oğlan da uzanmışdı. Gözəl göyçək bir qız stol çəkib onunla üzbəüz oturmuşdu. Şirin-şirin danışırdılar. Pəncərənin qarşısına çox iri qızıl gül dəstəsi qoyulmuşdu. Az qalırdı güldan böyrü üstə düşsün. Yəqin bu qız gətirib. Nişanlısıdır. Bəxtəvər başlarına. Dünya onlarındır. Heç gör mənim gəlişimi veclərinə alırlar. Niyə də alsınlar? Murad əllərini boynunun arxasında çarpazlayıb uzanmışdı. Məni görəndə yerinin içində dik qalxdı. Ağrının təsirindən üz gözünü yığışdırsa da, gözlərində sevinç qığılcımları göründü. Özümü itirdim. O başını fərəhlə tərpədərək, xoş gəlmisiniz dedi. Xoş gününüz olsun. Mən pıçıltıya bənzər səslə cavab verdim. Necəsiniz? Yaxşıyam, çox sağ olun. Anangil necədir? Hamının salam duası var. Salam gətirən də sağ olsun, göndərənlər də. Bizi yaman qorxutdunuz. Özüm sizdən də çox qorxmuşdum. Deyirdim qanqren olar birdən. O nə olan şeydir? Mən tələsik soruşdum. Çox təhlükəli şeydir. Murad fikrini izah eləməyə çalışaraq bədənin hər hansı bir hissəsi başlayır çürüməyə. Həkimlər də məcbur qalıb əli, ayağı kəsirlər. Məni dəhşət götürdü. İraq, İraq olsun. Murad gülümsədi. Artıq qıl körpünün bu üzündəyəm. Uzağı bir həftəyə, 10 günə evimizə buraxacaqlar. Əlləri var olsun həkimlərin, deyə əlimdəki yer yeməklə dolu kağız torbanı çarpayının qapıya tərəf olan boş ucuna söykənmiş palıdı dolabın üstünə qoydum. Murad birdən yuxudan ayılmış kimi, bağışlayın dedi, oturmağa yer göstərməyi unutmuşam. Xahiş edirəm, stul çəkin oturun. Mənim qalxmağa imkanım yoxdur. Hələ ayağımı yerə basmağa icazə vermirlər. Oturmaq istəmirəm. Bir də ki, indi atanız gələcək. Deməli bir yerdə gəlmisiniz? Hə, deyə başımın işarəsi ilə təsdiqlədim. Belədir. Bəs atam necə oldu sizdən ayrıldı? Qapının ağzında siqaret çəkməyə ləngidi. Daha nə o bir söz soruşdu, nə də mən bir söz dedim. Birdən nədənsə baxışlarımız toqquşdu. Aradakı məsafə xəyali körpüyə döndü. Bu körpüdən keçib dünyanın ən şirin yuxularından da dadlı, munis, ecazkar bir aləmə doğru gedirdim. Körpünün o biri başında Murad dayanıb mənə baxır, mənə əl eləyirdi. Ay qız, səninləyəm. Ay göyərçin. Anamın səsi uzaq yuxu kimi gəldi qulağıma. Durduğun yerdə niyə daşa dönmüsən? Niyə döyürsən gözünü? Hə, nə deyirdin ay ana? Sanki üstümə soyuq su atdılar. Diksindim. Canını azlar, boğazına dərd deyirəm. Mənə yenə durduğum yerdə qarğış tökməyə başladı. Onun xasiyyəti idi. Tərpən, deyəsən qulaqlarına pambıq tıxamısan. Anamın sözləri yenə ürəyimi çalın çarpaz doğradı. Hələ döy gözünü, görüm nə qədər döyəcəksən. Tez ol, vaxtım yoxdur sənin nazını çəkməyə. Ərə gedəndə ər evində nazını çəkərlər. İndi mənim özümə naz gərəkdir. Ancaq görürsən, çəkənim yoxdur. Onu cırnatmaq istədim. Atama deyərəm çəkər. Atan nə qanır naz nədir? Anam tərs-tərs üzümə baxdı. Onunki dəmir dümürdü. Yazıq kişini boş yerə o qədər porsalayırsan ki, kişi mənimdir, özüm bilərəm. Necə özüm bilərəm? Sən bizim atamızı əsəbləşdir. Yediyini, içdiyini burnundan tök, sonra da başla ki, ay qız, özünü yığışdır. Yığışdırım neyniyim? Neyniyəsən? Anam əlini belinə vurub amiranə bir görkəm aldı.
Əvvəlcə vedrədəki islaq paltarı suya çək. Sonra da toyuq qızardılan tavanı qumla yaxşı-yaxşı sürtüb qoy yerinə. Bunları eləyəndən sonra su çilə. Həyətimizi çalğıla. Təmizlik, səliqə olanda adamın özü də yüngülləşir. Bəs sonra onu yenə cırnatmaq istədim. Bəs sonra neyniyim? Sonrasını deyərəm. Özümü çox yorğun, arğın hiss eləyirdim. Ancaq başqa çarəm yox idi. Anam nə demişdi? Tapşırmışdı, gərək hamısını bircə-bircə yerinə yetirəydim. Yoxsa ayağımı qatlamağa, hovur nəfəs dərib dincəlməyə imkan verməyəcəkdi. Anamın xasiyyəti buydu. Sözünü iki eləmədin, olurdun iki gözünün işığı. Vay o gündən ki, bir balaca əydin sözünü. Onda gərək əvvəlcədən qara günü qablaşdıraydın. Sonra da başını tutaydın qarğaş yağışının altına. Ancaq bunlar hamısı bir yana qalsın. Anamın ürəyindən də yoxdur. Anamın dediyi, tapşırdığı işləri görə-görə yenə qonşu oğlan barədə fikirləşirdim. Fikrim, xəyalım onun yanından ayrılmırdı. Səhəri gün qonşu oğlanın ata-anası, bacısı tökülüşüb gəldilər. Atam tez çıxıb harasa getdi. Biz iki ana, iki qız 2 saatin içində isinişib yaxınlaşdıq. Hətta bir-birimizi adımızla çağırmağa başladıq. Qonşu oğlanın anası Bahar çox yapışıqlı, ağır, sayalı bir qadın idi. Adamın ona qanı qaynayırdı. Qonşu oğlanın bacısı mən yaşda idi. Biləndə ki, ikimiz də eyni yaşdayıq. Çox sevindik. Nədənsə mənə elə gəlirdi ki, şəhər qızları özünü dartan, təşəxxüslü və adama yovuşmaz olurlar. Günəşlə tanışlığımız bu fikrin tam əksinə oldu. Bir-birimizə o qədər isinişdik ki, görən deyərdi, ya bunlar doğma bacıdır, ya da qohumdur. Günəşin dili şəkər idi, bal idi. Hər kəlməsinin başında qadası sözü bitmişdi. Biz dördümüz də köməkləşib onların pal-paltarını içərdən çəkib günün altına tökdük. Bahar xala özünü toxtadıb, hər şey cəhənnəmə dedi. Hardasa çörəyimiz ofsanatdan keçib. Balam yaxşı qurtarıb. Dilim ağzım qurusun, xata da çıxa bilərmiş. O gecə yuxumu bərk qatmışdım. Bütün günü qorxudan əlim ürəyimin üstündə durmurdu. Sən demə, bizi böyük bir fəlakət gözləyirmiş. Yaxşı ötüşmüşük. Bahar xala arada bizim evə də baş çəkdi. Su basmış divarı, sındırılmış qapını görəndə qanı bərk qaraldı. O üzünü anama tutub dedi: "Bircə ölüm itim uzaq olsun. Qalan hər şey düzələr. Adam ev də tikə bilər, ev eşik də düzəldə bilər." Yaxşı ki, elə onların qabağınca atam bazara dəyib gəlmişdi. Evdə az-çox hazırlığımız var idi. Yoxsa biabır olardıq. Anamın ağzı söhbətdə, əli isə işdə idi. O sarımsaq qatıqlı lobya bişirmişdi. Sən demə, Ağagül əmi də bazarlığa gedibmiş. O həyətə girəndə biz tut ağacının dibində süfrə açmışdıq. Bahar xala, a kişi dedi, qaynanan səni yaman çox istəyirmiş. Üzünə su vur, sərinlə. Gör Gülsüm bacın nə dadlı xörək bişirib. Bax öyrən də. Ağagül əmi Bahar xalanı cırnatmaq istədi. Bəyəm mən bacarmıram? Bacarmıram deyəndə ki, a kişi özünü yığışdır ha. Təzə qonşuların yanında məni biabır eləmə. Atalar demişkən, suyunu dəhnədən kəsərəm. Arvad, zarafatı özün başladın. Mən səni yoxlamaq istəyirdim. Bəyəm hər gün imtahan olar? Hər gün nədir? Lap hər saat. Kişi tayfasını gərək gözündən, nəzərindən uzaq buraxmayasan. Bəs arvadları necə? Arvadlar onsuz da özləri uzağa gedən deyirlər. Bəyəm yazıqların iş gücdən göz açmağa, ətrafa boylanmağa vaxtları olur ki? Ağagül əmi ilə bu Bahar xalanın şirin zarafatı, bir-birinə ərki, istəyi xoşuma gəldi. Bizdə belə şeylər olan deyildi. Ona görə ki, atamın xasiyyəti çox ağır idi. Anam özü də belə şeylərə yüngüllük kimi baxırdı. Mənə elə gəldi ki, Ağagül əmi ilə Bahar xalanın torpağı bir yerdən götürülüb, xəmirləri bir yoğrulub. Əsl xoşbəxtlik də elə burdan başlayır. Onlar bax beləcə deyə gülən naharlarını eləyib, üstündən də xoruz quyruğu çay içdilər. Deyəsən anamın bişmişi xoşlarına gəlmişdi. Bu məni də sevindirirdi. Axşamüstü hava biraz sərinləyəndə Bahar xala oldu, anam oldu, Günəş oldu, Ağagül əmiyə qoşulub Muradın yanına getdilər. Ürəyimdə onlara paxıllığım tuturdu. Nə qədər elədimsə, məni özləri ilə aparmadılar. Daha doğrusu anam qoymadı. Bəs evdə kim qalsın dedi. Mansurun qorxudan bağırı çatlar. Onsuz da uşaq hələ özünə gəlməyib. Onların gedib qayıtmağı Toran qovşana çəkdi. Gec olduğuna görə daha bağa qayıtmadılar. Burada qalıb gecələdilər.
Həmin axşam bizim bu iki ailə ürəkdən bir-birinə yaxınlaşıb isinişdi. Ağagül əmi əvvəl-əvvəl biraz darıxırdı. Atam gələndən sonra elə bil kişinin üstünə gün doğdu. Aralada bir stol qoyub kəkliyotu içməyə, siqaretə, söhbətə dəm verdilər. Bəlkə də toxunan olmasaydı, səhərəcən ayrılmaz, baş-başa verib ordan-burdan danışardılar. Mənsur gördü ki, ona məhəl qoyan yoxdur. Ağıllı tərpəndi. Gedib başını qoyub yatdı. Bahar xala ilə anam sanki bacılıq idilər. Uzun ayrılıqdan sonra görüşmüşdülər. Söz-söhbətləri, diləkləri çox idi. Anam deyəni Bahar xala təsdiqləyir, Bahar xala deyəni də anam. Günəşlə mənim də bayramım idi. Belə tanışlıq, belə görüş hələ düşməzdi. Dilim dinc durmadı. Arada Muradı soruşdum. Elə bil Günəşin əlinə göydən fürsət düşdü. Başladı qardaşını tərifləməyə. Göyərçin canı dedi. Qardaşım olduğu üçün tərifləmirəm. Muradın ürəyinə ürək çatmaz. İstəməz ki, bu dünyada qarışqa da ondan incisin. Sizi necə xilas etməyini ucundan qulağından danışdı. Qorxudan ürəyim yarıldı. Getsin elə gün bir də gəlməsin. Bədənimdən soyuq gizilti keçdi. Sanki o anların vahiməsini, dəhşətini təzədən yaşadım. Çox yerində deyiblər ki, ölüm qaşla göz arasındadır. Qoca qarılar kimi biz niyə ölümlə danışırıq? Günəş riqqətlə dedi. Bir deyən gərək. Göyərçin, günlərin necə keçir, darıxmırsan ki. Darıxsam da əlimdən nə gəlir? Tanış biliş yox, bir bu həyətdir, bir də mən. İstəyirsən bir-iki günlüyə gedək bağa. Həm havanı dəyişərsən, həm də dənizdə çimib biraz qaralarsan. Anam gül qoymaz. Niyə? Bilmirəm, deyə çiyinlərimi çəkdim. Yad yerə getmirsən ki. Anamın xasiyyəti biraz ayrı cürdür. Yəni necə? Ağırdır, sərtdir. Başımı boynuma qısdım. Heç olmasa oxumalı kitabların varmı? Var dedim. Dəli kürə oxuyuram. Bu lap çoxdanın kitabıdır. Nəysə, indi keçib əlimə. Xoşuna gəlir? Maraqlı kitabdır. Elə yerləri var, hətta ağlamışam. Ancaq kinosu o qədər də xoşuma gəlmir. Məncə kinosu romanın suyunun suyudur. Daha mən o qədər dərinə gedə bilmirəm, deyə gülümsündüm. Elə şeylərdən o qədər də başım çıxmaz. Günəş nəsə demək istəyirdi. Elə bu dəm Bahar xalanın səsi eşidildi. Ay Ağagül dedi. Söhbətiniz deyəsən yaman şirin keçir. Gecə yatmaq fikriniz yoxdur? Bir gecə yatmayanda nə olar ki? Ağagül əmin zarafata saldı. O dünyada o qədər yatacağıq ki, bəs səhər sizin yerinizə kim işləyəcək? Səhər şənbə deyil? Bıy, heç yadımda deyil. Bahar xala ancaq yenə sözünü o yerə qoymadı. Özünə baxma, bəlkə cəmaət yatmaq istəyir. Yox, bizdən nigaran olmayın, deyə atam dilləndi. Onda özünüz bilin. Bahar xala sanki bunu deməklə öz vəzifəsini bitmiş hesab edib fikridi. Günəşlə mən də sevindik. Arzulu, diləkli gözəl bir gecə idi. Nağıllardakı kimi ulduz-ulduzu çağırırdı. Günəşlə mən yatmağa hamıdan sonra getdim. Yuxum qaçaq düşmüşdü. Sübhəcən kipriklərim qovuşmadı. Yenə də xəyalən bir neçə dəfə xəstəxanaya gedib qayıtdım. Bahar xalagil gün aşırı bağdan gəlib Muradı yoluxur, axşam da qayıdıb gedirdilər. Düz 10 gün tamamda Muradı xəstəxanadan buraxdılar. O nəsə götürmək üçün Günəşlə evlərinə gəlmişdi. Elə bir həftə qabaq gördüyüm oğlan değildi. Xeyli sınıxmışdı. Xəstəxana təbəssümünü, xoş danışığını da əlindən almışdı. İlk dəfə mən onu görəndə üz gözündən nur tökülürdü. İndi elə bir qayğı dənizinə basıb çıxartmışdılar. Özü də necə qara dinməz olmuşdu. Günəş içəridə yer-yığış eləyənə qədər mən çay dəmlədim. Murad tut ağacının altında oturub qəzetə baxırdı. Fikirləşirdim ki, indi ona çayı necə aparacam? Deyirlər, ilan vuran alaçatıdan qorxar. Ötən dəfə yemək aparanda başıma gələn hadisələr yadımdan çıxmırdı. Elə zənn edirdim ki, indi də çay aparmaqdan çətin, müşkül bir iş yoxdur. Əgər stəkanı əlimə götürsəm, o dəqiqə büdrüyüb yıxılacam, üzü üstə yerə dəyəcəm. Beynimdə fikirlər işarıb sönürdü. Çalışırdım ki, həyəcanımı, keçirdiyim kövrək, hürkək hissləri anama sezdirməyim. Vay o gündən ki, dilinə bir şey düşsün. Bir toyda deyəcək, bir yasda. Anamın o qədər behbezarı yoxdur. Lap Muradın öz yanında da elə bir söz deyər ki, ömürlük özümə gələ bilmərəm. Yüz ölçü bir biçsəm də qəti qərara gələ bilmirdim. Hardansa ağlıma gəldi ki, Günəşi qoşun bu işə. Hər halda məni başa düşər. Bəs ona necə deyim? Daha utanıb çəkinməkdən keçmişdi. Göyərçin, deyəsən köməyə gəlmisən.
Bir baxışla məni süzdü. Nə kömək deyirsən mən hazır. Yox, daha elə bir kömək lazım deyil. O barmaqlarını bir-birinə çarpazladı. Hər şeyi özüm elədim. İstəyirəm çıxaq gedək. Adam boğulurdu istidə. Çay için, çörək yeyin, sonra gedərsiniz. Getmək qaçmır ki. Çörək çörəkdir. Bəs bu çay nədir? Günəş iri adamı gözlərini süzərək, belə havada kim çay içər? Özümü o yerə qoymadım. Bəs nə bilmişdin? İstininki çaydır. Bizdə çayı qocalar içir. Bəs onda cavanlar nə içir? Cavanlar, Günəş alt dodağını dişinin arasına alıb gözlərini süzdürdü. Cavanlar dedi, badamlı içirlər, limonad içirlər, qazlı su içirlər. Bəs bunlar olmayanda, yoxluqdan Allah özü də bezardı. Günəş əlini əlinə vurub şappıldatdı. İndi madam ki, mənim əziz bacım, can ciyərim göyərçin istəyir ki, onun dəmlədiyi çay içək, nə deyirəm ki, içək də, onda göyərçin də istəkli bacısı Günəşə ürəyinin bütün səsi ilə sağ ol deyər. Qəbul olundu sənin sağ olun göyərçin. O qolumdan tutub məni bayıra çəkdi. Bu xəfədə niyə durmuşuq? Gedək çayımızı içək. Bu şərtlə ki, çay sən süzəsən dedi. Niyə? Günəş dönüb üzümə baxdı. Utanıram. Kimdən? Muraddan. Muraddan? Mənim qardaşım utanmalı oğlandır. O qolumdan çəkdi. Gedək, Murad eşidər, başlayar bizi dolamağa. Sonra o sözləri əzə-əzə, hə, bildim, dedi. Nəyi bildin? Qulağını bəri tut. Yaxşı, tutdum. Günəş pıçıltı ilə, ancaq zarafat qarışıq bir ahənglə. Göyərçin, mənim istəkli bacım, deyilənə görə qız uşağının ürəyinə sevgi havası deyəndə başlayır utanmağa. De, yaxşı, Günəş, mən onu dirsəklədim. Sənə də söz demək olmur. Hər şeyə bir məna verirsən. Olanı deyirəm. Bu olanıdır, bəyəm. Üzümü turşutdum. Mənim hələ nə yaşım var ki? Bəyəm sevgi yaşa baxır? Günəş, vallahi inciyərəm səndən, məni biabır eləyirsən. Doğrudan da hələ uşaqsan göyərçin. O məni qolları arasına alıb sıxdı. Hələ açılmamış gül qönçəsidir sənin ürəyin. Su kranının başından anamın yorğun səsi gəldi. Ay qızlar, orada nə xosunlaşırsınız? Murad balaya çay verin. Sağ olun, könlüm istəmir. Murad başını qaldırmadan dedi. Günəş qolunu qoluma vurdu. Murad çay əhvalatından sənin canını yamanca qurtardı ha. Bu qurtarmaqdır bəyəm. Bəs nədir? O nə olsun içmirəm deyir. Bəs bizim qanacağımıza nə gəlib? O ərkiyana bir əda ilə şəhadət barmağını buluya-buluya, az aşın duzu deyilmişsən, yerin altını da üstünü də bilirsən. Səninlə zarafat eləmək xatadır. Bəs nə bilmişdin dedim. Bir də ki açığı, mən zarafatı xoşlamıram. Deyirlər zarafat səmimiyyətin, dostluğun, məhəbbətin qayçısıdır. Doğrudan da bu sözdə böyük həqiqət var. Bəs nə bilmişdin? Mən gülümsəyərək dedim. Sənin göyərçin bacın mənasız, məzmunsuz söz dilinə gətirərmi? Əlbəttə gətirməz. Günəşin gilənar dodaqları təbəssümlə silələndi. Mənim göyərçin bacımın bu dünyada misli bərabəri yoxdur və bəlkə də olmayacaq. Günəş, sən də bacılığını çox qudurtma. Az, bu nə sözdür? Günəş əlini ağzına apardı. Bıy. Birdən mənə elə gəldi ki, dediyimi Murad da eşitdi. Elə pis oldum ki, yer yarılsaydı utandığımdan yerə girərdim. Muradgil çox oturmadılar. Qalxıb gedəndə Günəş əlini mənim boynuma salıb, Gülsüm xala dedi, Murad gəlsin, sizi bağa gətirsin. Bir balaca havanızı dəyişin, üzümdən, əncirdən nuş eləyin. Sağ olun ay qızım, anam sidq ürəklə dedi. Biz razı, görək evin böyüyü nə deyir. Məsləhət olar, gələrik, olmaz. Axşam atam gələndə bizi bağa qonaq çağırıblar, anam ürəksiz dedi. Kim çağırır? Atam da könülsüz dilləndi. Burada kimimiz var ki? O çay süzüb atamın qabağına qoydu. Qonşumuz çağırır. Atalar demişkən, çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə. Atamın gözləri qıyıldı. Getməyinə gedərik, amma əlimizdə aparmalı bir şey yoxdur. Bir qutu konfetdən zaddan alarıq. Konfetlə yara sağalmaz. Atam siqaret odladı. Ağlın kənd yerinə getməsin. Burada, şəhər yerində dəb biraz ayrı cürdür. İçəri girən kimi adamın əlinə baxırlar. Biz də yerdən çıxmamışıq ki, özümüzə görə ad-sanımız var. Əgər belədirsə, onda getməyək. Anamın baxışlar uçub haradasa uzaqlara getdi. Neyləyək, kasıbçılığın üzü qara olsun. Niyə kasıb oluruq, ay arvad? Atam çay soyuyana kimi siqaretini qullablaya həyəti eninə uzunluğuna ölçdü.
Hələ bura təzə-təzə gül tökürük. Biraz keçər, bizim də hər şeyimiz olar. Atalara qurban olum, gözəl deyiblər. Ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər. Anam mətbəxə girib yer kimi tezcə də çıxdı. Əlində iri bir qab yarpaq dolması var idi. Ay kişi dedi, dünyanın dərd sərini çəkmək bizə qalmayıb. Gəl yeməyini ye. Su kəsilməmiş, mən də qab-qacağı yuyum. Nə qədər eləsən də 100 fikir bir borcu ödəməz. Sözündən belə çıxır ki, getməyək. Nə bilim valla, hər halda baş bilənimiz sənsən. Getməsək yaxşı düşməz. Mən də elə hesab eləyirəm. Anamın qırışığı açıldı. Sonra fikirləşərlər ki, kəndçi-kütçü nə qanır qonaqlığı. Yox, qonşularımız abırlı adamlardı. Elə fikirləşməsinə fikirləşməzlər. Ancaq borc xərc, nəsə gözəgəlimli, yadda qalan bir şey almalıyıq. Ay kişi, daha bu sənin öz boynuna. Atam bığaltı gülümsədi. Mənim işimdir, qoy mənim işim olsun. Atam çaydan bir qurtum alıb stəkanı yerinə qoydu. Hava o qədər bürküdü ki, çay da soymaq bilmir. Yaxşı, a kişi, axır sözünü bilmədik. Anam stol çəkib onunla üzbəsurət oturdu. Bu o demək idi ki, mənə də Məmməd Sadıq Gülsüm qızı deyərlər. Sözünün canını bildir. Gedirik ya getmirik. Biz də işimizi bu başdan bilək. Atam onun bu hərəkətini gözündən oxuyurdu. Ay arvad, getməliyik. Atam qəti fikir bildirdi. Getməsək yaxşı düşməz. Həm də gözümüz təzə bir yer görər, könlümüz açılar. Bakı bağlarını yaman tərifləyirlər. Bağ deyəndə ki, atam əlindəki yarımçıq siqareti su kranının altına tullayıb, Abşeron bağları bizim bağlara qətiyyən bənzəmir. Nə ucuca ağacları var, nə də göz doyuran yaşıllığı. Orada burada 5-6 tənəyi, ənciri, 5-6 qarış da dirriyi, bostanı ola olmaya. Ancaq dənizi, qumu, havası özgə aləmdir. Dənizə baş vurub çıxanda quşa dönürsən. İştahan da ki öz yerində. Adam bir toğlunun kababını bir oturma yeyib qalxar. Lakin bağda öyrənməklədir. Adam var, dəli divanəsidir. Hazırdır ki, lap gecənin kirt yarısı da olsa gedib özünü bağa çatdırsın. Amma adamda var ki, dünyanın xərcini çəkib, cah-cəlal düzəldib, ancaq nə olsun? Qapısı bağlı, üzü Allaha baxır. Nə gedəni var, nə gələni. Bizim tərəflərin adamları Abşeron bağlarına uyuşa bilmirlər. Uyuşsalar da elə belə. Hər halda görməyə dəyər. Anam ayağa qalxdı. Xörəyini soyutma, ye dedi. Mən də gedim uşaqların yerini salım. Atamın deyəsən iştahası yox idi. Bəlkə də ona görə söhbəti uzadırdı. O çəngəli xırda bükülmüş dolma dənəsinə batırıb həvəssiz götürdü. Ürəyim bayram eləyir. Fərəhimdən quş kimi uçurdum. Ay can, bağa gedəcəyik. O gecə sübhəcən yuxumda dalğalı dəniz gördüm. Suların qoynunda getdikcə gedirdim. Arabir dalğalar başımdan aşırdı. Belə anlarda Muradın səsini eşidirdim. O var səsi ilə məni haraylayırdı. Göyərçin, göyərçin. Hər açılan səhəri ürək çırpıntısı ilə qarşılayır, hər ötən günü sevinclə yola salırdım. Sanki bazar günü uzaq dağlar kimi əl eləyir, məni çağırırdı. Qəlbimdə nələr baş verdiyini nə atam, nə anam, nə də qardaşım bilirdi. Axı bir də onlar hardan biləydilər? Ürəyimə girməmişdilər ki. Anam bir şey sezmiş olsaydı saçlarımı yolardı. Aman, keçmə anamın bu xasiyyətindən. Bəlkə də düşəndə həmişə məşhur atalar sözünü deyirdi. Qızını döyməyən axırda dizini döyər. Görəsən bu atalar sözü olmasaydı anam neyniyərdi? Dallayıb döyəndə mənə nə deyərdi? Şənbə gününəcən bir təhər dözdüm. Vaxt daraldıqca mənim də səbrim, qərarım tükənirdi. Görəsən kim gələcək bizim dalımızca? Kaş Murad gələydi. Axı kim gəlir gəlsin, sənə nə isti soyuğu? Atam maşını həmişə idarənin qarajında saxlayardı. Şənbə gününün axşamı isə işdən maşınla qayıtdı. Belə hallar cəmi cümlətani 2-3 dəfə olmuşdu ya olmamışdı. Anam dilini dinc qoymadı. A kişi, xeyr ola, gün hardan doğub belə? Sabah istəyirəm sizi bağa maşınla aparam. Sonra atam oturacağın üstündəki bağlamanı anama uzatdı. Bu da sənin hədiyyən. Ancaq gözləyər yerə qoy. Səhər yadından çıxmasın. Yoxsa ora gedib çıxanda görərik ki, əli ətəyindən uzun gəlmişik. Bu barədə ürəyini buz kimi saxla. Anam kağız bağlamanı o üzə bu üzə çevirərək soruşdu. Deyəsən qiymətli şey oxşuyur. Atam qısasına hər halda utanmarıq dedi. Mən kranın altında qab-qacaq yuyurdum.
Əlim işdə olsa da qulağım onlardaydı. Atamla anamı mehriban, deyib gülən, zarafatlaşan görəndə həmişə ürəkdən sevinirdim. Göyərçin, bir bura bax, deyə anam məni səslədi. Yadlar olanda atanın gözləri açılır. Ömrümdə heç olmasa bircə dəfə bizə də belə bəxşiş alsın. Anama qahmar çıxdım. Ay qağa, anam düz deyir. A, belə olmuşun qızı, anan nəyə düz deyir? O məni saçlamaq istədi. Mən bağlamanı götürüb evə qaçdım. Üzdə anamın tərəfini saxlasam da, ürəyimin dərinliyində atama haqq qazandırır. Onun gözəgəlimli hədiyyə almasına sevinirdim. Hər halda yad yerə gedirik. Qoy bağlamanı açanda ağız büzüb deməsinlər. Bu nədir? Bunların qanacağı da elə buracanmış. Atam görüb götürmüş adam idi. Anamdan da, məndən də yaxşı bilirdi nəyin necə eləsin. Anam gözünü açıb dörd divar görüb. Sonra da beşik yırğalayıb, layla deyib, bir sözlə xırtdəyəcən qayğı yükünə batmışdı. Anam tanrısına təpi atan, qınından çıxıb qınını bəyənməyən adamlardan deyildi. O bu həyatına, taleyinə qaildi. Bircə dərdi vardısa, o da köçün ağzını geri döndərmək. Atamı yola gətirib kəndimizə, doğma yerlərə qayıtmaq idi. Evimizdəki söz-söhbəti, umuküsünün başı buna bağlı idi. Anam bu köç əhvalatını heç cür yadından çıxara bilmir, hər gecə yuxusunda da kəndə qayıdırdı. Atam isə qayıtmaq sözünü eşidəndə daş atıb başını altına tuturdu. Bir istəyi yerinə yetirəndə, bir diləyi hasil olanda anam həmişə deyərdi: "Mənim də Allahım var." Anamın sözü olmasın, mənim də Allahım varmış. Sübh tezdən Murad gəlmişdi dalımızca. Biz yuxudan hələ təzə-təzə oyanırdıq o gələndə. Atam onun belə erkən gəlişinə biraz təəccüb elədi. Oğlum, nəylə gəlmisən? Yol maşını düşdü. Marşrut avtobusu bəlkə də hələ gedib çıxmayıb Novxanıya. Murad gözücü saatına baxdı. Şəhərdən hələ indi çıxmış olar. Gözümü dünyaya açandan bizim evdə bir qayda vardı. Qapını ki əziz qonaq açdı, o dəqiqə anam samavara od salardı. Kənddə olanda da bu belə idi, şəhərdə olanda da. Anam əl-ayağa düşən kimi Murad onun məqsədini başa düşərək, xala dedi, hava qızmamış gedək. Murad düz deyir, ay arvad. Atam onun fikrinə şərik oldu. Yolçu yolda gərək, gediriksə tez gedək. Bağıncı səhər-səhər, bir də axşam sərinidir. Anam əl saxladı. Yaxşı, siz deyən olsun. Onda yüngülvari bir yırğış eləyək, sonra düzələk yola. Az sonra Murad qabaqda, atamın yanında, biz üçümüz, anam, Mansur və mən arxada oturub Novxanıya yola düşdük. Ağagül əmigilin ailəsi bizi uzun illərin dostu sirdaşı kimi qarşıladı. Bahar xala ilə anam bir-birinə sarmışdı. Biz də günəşlə qucaqlaşıb öpüşdük. Hiss olunurdu ki, bütün ailə bizim gəlişimizə şaddı. Mənim fərəhim yerə göyə sığmırdı. Quş olub uçmaq istəyirdim. Ağagül əmigilin bağı atamın dediyi Abşeron bağlarından deyildi. Həyətə girəndə adamın ürəyi açılırdı. Sağ, sol, hara baxsan, səliqə səhman göz oğurluyub, hər addımlıqdan bir yaşıllıq, gözəllik boylanırdı. Hiss olunurdu bu bağ böyük əzab-əziyyətin, zəhmətin bəhrəsi, nişanəsi idi. Atam vəcdə gəlmişdi. Ağagül qardaş dedi, baxıram, baxdıqca da sənin bu gözəl bağ-bağçanın tamaşasından doymuram. Sağlığına qismət olsun, əvəzsizdir, misli bərabəri yoxdur. Sağ ol Məcid qardaş. Ağagül əmi ürək açıqlığı ilə dedi. Mənim ya sənin nə fərqi var? Bağ bizimdir. Uşaqlar dağ havasına öyrəşiblər, bilirəm. Çətindir burada onlara. Qoy dərslər başlanana kimi burada qalsınlar. Öz evləridir. Bir kəs onlara qaşın üstə gözün var deyə bilməz. Baxarıq. Atam gülümsədi. Qoy bu gün doyunca nəfəs alıb dincələk, dünyanın dərd-qəmini unudaq, sabah görək başımıza nə gəlir. Ağagül əmi onunla razılaşıb yaxşı dedi. Məcid qardaş, mal heyvan kəsməklə aran necədir? Əlimdən gəlir, gəlmir. Gəlir deyəndə atam biraz tərəddüdlə kəndli balasıyam dedi. Gözümüzü açıb qapımızdan mal heyvan görmüşük. Yeri düşəndə kəsib soymuşam da. Necə bəyəm? Bu sualdan bir şey almadım qardaş. Ağagül əmi həyətin girəcəyinə sarı əlini uzadıb ağaca bağlanmış toğlunu göstərərək deyəsən, onun əziyyətini sən çəkməli olacaqsan, dedi. Neynə, atamın dodaqları qaçdı. Tək ki, həmişə belə əziyyət düşsün mənim boynuma. Ağagül əmi sanki yüngülləşdi. Açığı nəsə ürəyim gəlmir. Həm də bu mən bacaran iş deyil. Öyrənməklədir. Şəhər yerində yaşayan adam üçün əlbəttə çətindir. Atam başı ilə təsdiqlədi. Bürkü idi. Hava durub dayanmışdı.
Bir yarpaq belə mehlənib əsmirdi. Ancaq adam burada özünü şəhərdəki kimi ölgün, əzgin deyil, yüngül hiss eləyirdi. Həyət baca narın qum idi. Hamı ayaqyalın gəzib dolanırdı. Mən də onlara baxıb həvəsə düşdüm. Yumşaq quma ayaq basanda sanki adamın ruhu dincəlirdi. Evin qənşərindəki dövrələmə hovuz ağzınacan silələnmişdi. Mən əlimi salıb yavaşca suyu şappıldatdım. Elə isti idi ki, deyərdin hovuzun altında ocaq qalayıblar. Günəş anasını yanlayıb nəsə deyirdi. Bahar xalanın üzünün, gözünün ifadəsindən, əllərinin hərəkətindən oxunurdu ki, o qızının dediyinə ürək qızdırmır. Nəsə, günəş də əl çəkən oxşamırdı. Qırsaqqız olub yapışmışdı anasının yaxasından. Bahar xala nəhayət dözməyərək günəşin üstünə acıqlandı. Dəniz qaçmır ki, qonaqları yola verək, yenə gedərsən. Samavar qoy, əl-ayaq əllə, görürsən ki, təkəm. Günəş yenə əl çəkmədi. Ana, qurban olum, indi gəlirik. Bahar xala axırda yumşalıb, göyərçin qızımın xatirinə dedi, gedin, amma bizi gözlətməyin. Suya baş vurun, tez də qayıdıb gəlin. Sonra Muradı yanına çağırıb tapşırdı. Sən də bunlarla get. Qız uşaqlarıdır, sataşıb eləyərlər. İndi o qədər anasının əmcəyini kəsən var ki, durduğumuz yerdə başımız ağrımasın. Çimərlik doludur avara-uvara adamlarla. Üz gözünü turşutmağından hiss olunurdu ki, bu Muradın o qədər də ürəyindən deyil. Ancaq deyəsən bizə görə açıb ağartmaq istəmədi. Günəş tələm-tələsik yığış eləyə-eləyə yadına nəsə düşmüş kimi birdən soruşdu. Göyərçi, sənin dəniz paltarın varmı? Yox, deyə başımı tərpətdim. Nə vaxt dənizdə çinmişəm ki? O beynində nə isə götür qoy elədi. Eybi yoxdur dedi, məndə ikisi var. Təzəsini sənə verərəm, geyinərsən. Köhnəsini də özüm. Onsuz da mən çimən deyiləm. Necə çimən deyiləm? Günəşin gözləri iriləndi. Bu qədər yolu gedəsən, çinməyəsən, dedi. Bəs dəniz küsməz səndən? İndi su məxmər kimidir. Mən də gülə-gülə cavab verdim. Dəniz məni tanıyır ki, küssündə. Tanımır, tanıyar. Günəş, axı mənim ayağım indiyəcən dəniz suyuna dəyməyib. Dəyməyib, indi dəyər. Heç üzə də bilmirəm. Bilmirsən, öyrədərəm. Bəyəm üzmək oyuncaq oynatmaqdır? Ondan da asandır. Günəş pal-paltarı, qətvəni, iri dişli darağı tələsik çimərlik sumkasına ataraq gedək dedi. İndi özün görəcəksən. Mənsuru da özümlə aparmaq istədim. Ancaq getmədi. Biz qapıdan çıxanda atam bıçağı Toğlunun boğazına çəkdi. Mənim tüklərim ürpəşdi. Murad Toğlunun ayağını tutmuşdu. Ağagül əmi kənarda dayanıb tamaşa edirdi. Mən gözümün qabağında heyvan kəsilməsinə heç cür dözə bilmirdim. Ümumiyyətlə qan görəndə qorxur, birtəhər olurdum. Ona görə üzümü yana çevirib uzaqlaşanda günəş mənim bu hərəkətimdən heç nə almadı. Arxamca qaçaraq qolumdan tutdu. Nə olub göyərçin? Heç, baxa bilmirəm dedim. Ürəyim dözmür. Burada nə var ki? Günəş qolumdan çəkdi. Bəri gəl ay qız. Mən də elə bilirəm nəsə olub. Qoyun quzu yaranıb kəsilib yeyilmək üçün. Kababı dişinə çəkəndə hər şey yadından çıxacaq. Biz Muradı gözləməli idik. Ancaq günəşin hövsələsi çatmadı. Ona yaxınlaşıb, biz yavaş-yavaş gedirik dedi, sən də gələrsən. Nə qaça-qaçdı, gözləyin. Murad astadan bacısına təpindi. Hamımız bir yerdə gedərik.